Denoun, isim. İsim uşaqlar who və what suallarından birinə cavab verir. Who kim deməkdir? Canlı isimlərə sual vermək məqsədi ilə işlədilir. Məsələn, who is she? O kimdir? She is my friend. O mənim dostumdur. What-la isə biz cansız isimlərə sual veririk. What nə deməkdir? Məsələn, what is it? O nədir? It isə pen, o qələmdir. Amma uşaqlar, belə bir qaydamız da var ki, what ilə istisna canlı isimlərə də sual verə bilərik. Nə zaman desəz, insanın sənətini, peşəsini soruşarkən biz what-dan istifadə edərik və bu zaman da canlı isimlərə sual vermiş oluruq. Məsələn, what is she? O nəçidir? She is a doctor. O həkimdir. İndi isə gəlin baxaq isimin quruluşuna görə növlərinə. İsimin quruluşuna görə uşaqlar 3 növ var. Simple nouns sadi isimlərdir, derivative nouns düzəltmə isimlərdir, compound nouns isə mürəkkəb isimlərdir. Gəlin birinci simple nounsun izahına baxaq. Simple nounslar uşaqlar sadəcə bir kökdən ibarət olurlar. Tərkibində heç bir leksik şəkilçi iştirak etmir. Amma uşaqlar simple nounsların tərkibində qrammatik şəkilçi olan s və yaxud da ki es şəkilçisi iştirak edə bilər. Yəni cəm şəkilçisini artıra bilərik biz sadə isimlərə. Bu zamanda sadəlikdən çıxmır, elə sadə olaraq da qalır. Çünki SES şəkilçisi qrammatik şəkilçidir. Məsələn, sadə isimlərə bir neçə misal yazmışam burada. A book kitab, a pen qələm, books kitablar, pens qələmlər. Burada gördüyünüz isimlər sadə isimlərdir. Çünki bu isimləri biz kök və şəkilçiyə ayıra bilmirik, iki müstəqil sözə ayıra bilmirik. Ona görə də belə isimlər simple nounslar adlandırılır. İndi isə gəlin derivativ nounsun izahına baxaq. Derivativ nounslar uşaqlar sadə isimlərdən fərqli olaraq kök və leksik şəkilçilərdən ibarət olurlar. Leksik şəkilçilərdə iki yerə bölünür: safikslərə və prefikslərə. Söz sonu və sözönü şəkilçilər. Söz sonu şəkilçilərə burada misallar yazmışam bir neçə. Er, or, meant, dom, could, nes və s. Prefikslərə isə this, miss, an, in. Məsələn, example-lara baxaq, nümunələrə. Teacher müəllim deməkdir, bilirsiniz. Sözün kökü teachdir, öyrətmək, nə etmək, öyrətmək. Sözün kökü feildir. Biz buna şəkilçisi artırmaqla yaratmışıq müəllim. Kim? Müəllim. Act hərəkət etməkdir. Bunun da kökü feildir. Biz buna şəkilçisi artırmaqla yaratmışıq aktyor. Kim? Aktyor. İsim yaranır. Amma uşaqlar, bizim bir neçə istisnalarımız var. Gəlin onlara baxaq. Baxın, bir istisnamız erdir. Yəni, ingilis dilində elə isimlər var ki, sözün sonu erlə bitir. Amma er ilə bitməsinə baxmayaraq, buradakı er leksik şəkilçi deyil. Sözün tərkib hissəsidir er. Yəni simple nounslardır həmən isimlər. Bir neçə misal qeyd etmişəm burada gördüyünüz kimi. Baxın, buradakı sözlərin sonunun hamısı erlə bitir. Amma erlə bitməsinə baxmayaraq sadə isimlərdir bu isimlər, simple nounsdur. Çünki buradakı er sözün tərkib hissəsində olan erdir, şəkilçi deyil. Bir istisnamız isə mentə aiddir. Ment də əslində belədir. Biz demişdik ki, ment derivativ nouns düzəldir, yəni leksik şəkilçidir. Amma ingilis dilində bəzi sözlər var ki, sözün sonunda ment olmasına baxmayaraq sadə isimlərdir. Yəni ment sözün tərkib hissəsidir. Aşağıda misallar göstərmişəm. Aşağıda gördüyünüz sözlərdə hamısının sonunda ment var gördüyünüz kimi. Buradakı ment şəkilçi deyil. Buradakı ment sözün tərkib hissəsidir və sadə isimlərdir, simple nounslardır. Bir istisnamız isə ship-a aiddir. Baxın uşaqlar, ship də derivativ nouns düzəldən leksik şəkilçidir. Amma uşaqlar, ingilis dilində ship həmçinin gəmi mənasını da verir və ingilis dilində elə sözlər var ki, sözün sonu ship-lə bitir və o isimlər mürəkkəb isimlər olurlar, yəni compound nouns olurlar. Aşağıda baxın, yazdığım sözlər həmən mürəkkəb isimlərə misaldır. Burada sözün sonu ship-lə bitib və bu isimlər mürəkkəb isimlərdir. Derivativ nouns deyirlər. Yəni buradakı ship şəkilçi deyil. İndi isə gəlin baxaq compound nounsa. Compound nouns isə mürəkkəb isimlərdir uşaqlar. Mürəkkəb isimlər nədir? Mürəkkəb isimlər iki və ya daha artıq sözün birləşməsindən yaranırlar. Mürəkkəb isimlərin üç cür yazılış forması var. Ayrı yazılır, bitişik yazılır və defisdə yazılır.
Məsələn, bitişik yazılanda burada misal yazmışam. Sunflower. Sun günəş deməkdir. Flower də gül deməkdir. Sunflower günə baxan. Gördüyünüz kimi iki müstəqil sözün birləşməsindən mürəkkəb isim yaranıb. Ayrı yazılana mən adam kişi, driver sürücü, mən driver kişi sürücü. İki müstəqil sözdən mürəkkəb isim yaranıb. Defislə yazılan sitting room yenə də iki müstəqil sözdən defislə yazılan mürəkkəb isim yaranıb.